Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsinə əlavə 100 milyon manat ayrılacaq. Bunu Milli Məclisin dünənki plenar iclasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə dövlət büdcəsindən ayrılan bu vəsaitlər daha çox sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. 2025-ci ildə 5000-ə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək. Güzəştli kreditlər maksimum məbləği 100 min manat olmaqla 4%-lə 30 il müddətinə təklif olunur. Mövcud bazar qiymətlərini nəzərə alaraq güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin 100 min manatdan 150 min manatadək artırılması məqsədə uyğun olardı. NAP Holding ailəsinin başçısı və qurucusu Hacı İbrahim vəfat edib. Bu barədə Qafqaz Info Holdingdən bildirilib. Dərin hüznlə bildirmək istəyirik ki, Azərbaycan iqtisadiyyatına böyük töhfələr vermiş iş adamı NAP Holding ailəsinin başçısı Hacı İbrahim vəfat edib. Allah rəhmət eləsin, yaxınlarına, ailəsinə səbir diləyirik.